Hə, köhnələr. Gəlmişəm bax digər köhnənin yanına. Gəlmişəm ət almağa. Arazdan ət almağa. Bax görürsüz də, ətlər adama gəl deyir də. İndi ağsaqqal tanıyır məni. Deyir ki, bir nəfər var, gəlib müştəridir. Deyir ki, mən əti ancaq tanış adamdan alıram da. Yəni ki, qıraq yerlərdən, həyətdən, bacadan. Amma deyir, o bir dənə deyir, bloger var ha. Tərifləmişdi, deyir, əti gəlmişəm, deyir, almağa. Mən də soruşuram ağsaqqaldan ki, nə oldu, aldı? Aldı? Yox, deyir, yenə də almadı. Deyirəm, indi bir dənə tərifləyim, bəlkə gələn dəfə gələr, alar. Buradan üst tuturam həmən o yoldaşa, bir dənə onu bil, mənim əziz qardaşım. Ki, yəni mən özüm də hələm-mələm yerdən ət almaram da. Yəni, o ət pis olsaydı, birincisi mən onu almazdım. İkincisi də mən onu tövsiyə etməzdim. Bax, görürsünüz bu ətləri. Bax, indi mən bu ətləri bir dənə yaxından çəkəcəm. Yaxşı baxın, özünüz görəcəksiniz ki, adama doğrudan da gəl deyir. Bax, buna bax. Yaxşı, bu əti necə almayasan, nə eləyəsən? Bax, bu əti. Hə? Bax görün. Bax, ətin rənginə bax. Kişmiş kimi də. Bir dənə də marketdə, yəni supermarketdə belə ət yoxdur açığı. Yəni o digərlərin daha adını çəkmirəm, sonra mənə vurarlar. Ət almaq istədiniz, belə fikirləşmədən gəlin Araz marketə. Mən çox yerlərdən sınamışam. Nəhayət ki, burada saxladım. Buradan ət almağın da mən sizə mənasını deyim. O məhəllədəki qəssablar var ha, düzdür aralarında canlara dəyən oğlanlar da var. Amma əksər hissəsi özünüz başa düşürsünüz də, yəni ki, bir dənə nito oldu, sonra siz ona heç nə sübut eləyə bilməyəcəksiniz. Bir dənə də o qəssabların xasiyyəti var. Gəlsən deyirsən ki, məsələn 2 kilo mənə ət ver. Götürür 5 kilonu atır və deyir, bəs 5 kilo deyir, gəldi deyir, qalsın. Burada belə söhbət yoxdur da. Yəni ürəyimiz nə istədi, elə o qədər də sizə verəcəklər. Ha belə. Qəlbdən qəlbə, Araz supermarketdən, ət satan şöbədən bu qədər.